Salam müəllimlər, biz bugün sizinlə 5-ci sinifin 21-ci mövzusu olan ölçülərin hazırlanması və parçanın biçilməsi haqqında mövzumuza baxırıq. Deməli müəllimlər, parçaları tikməzdən əvvəl ölçüsü hazırlanır. Bu ölçülər də iki üsuldan hazırlanır. Birinci, ölçüləri müəyyən etməklə, eyni zamanda ikinci isə moda jurnalı. Gəlin bunu aydınlaşdıraq və yadda saxlamağın yollarına baxaq. Deməli ki, biz bir parça var, rulonda bir parça var. Həmin o parçanı tikməzdən öncə, yəni bizə demək ki, hansısa bir dərzi kofta tikirsə, düzdürmü? Bu koftanı tikən zaman iki üsuldan istifadə edir. Bu bizim ölçülərimizi müəyyən etməkdir və moda jurnalı, yəni koftanın qolu qısa mı olsun, uzun mu olsun və s. hansı formada olmasını müəyyən edir. Aydındır müəllimlər, tikməzdən əvvəl ölçü hazırlanır. Ölçü isə iki üsuldan hazırlanır. Ölçülər müəyyən olunur və moda jurnalından istifadə olunacaq. İndi isə baxırıq biz sizinlə biçmədən əvvəl hansı əməliyyat yerinə yetirilir. Biçmədən əvvəl buğa verilir. Bu biçmə, bu buğa vermə. Bəs nəyə görə parçaları biçməzdən əvvəl buğa verilir? Bunun isə səbəbi ilkin yumadan sonra kiçilməməsi üçündür. Biçilmədən əvvəl buğa verilən parçalar hansı parçalardır desə, bu pambıq və kətan parçalar olacaq. Bu proses necə olur desə, deyəcəksiniz ki, yuma, qurudulma və ütülənmə. İndi isə bir daha baxırıq. Parçaları tikməzdən əvvəl ölçüsü hazırlanır. İki üsulla ölçüləri və moda jurnalıdır. Biçmədən öncə parçalar buğa verilir. Səbəbi isə ilkin yumadan sonra kiçilməməsi üçündür. Biçilmə əməliyyatında buğa verilir ki, bu buğa vermədə pambıq və kətan parçalarda olur. Eyni zamanda proses yuma, qurudulma və ütüləmə ardıcıllığı ilə aparılır. İsə bizə nə lazımdır? Kəsiklərin düzəldilməsi. Kəsiklərin düzəldilməsində açar sözümüz bir sapdır. Gəlin yadda saxlayaq bunu necə? Ümumiyyətlə biz ola bilər ki, bir parçanı kəsdiyimiz zaman o parçanı düz kəsməyək. Nə qədər kəsiriksə kəsək, parçanı düz kəsməyimiz mümkün deyil. Düzdürmü? Bu zaman biz nə bilirik? Biz mütləq bilirik ki, parçalar əriş və arğac saplarından ibarətdir. Bu formadadır. Yəni bu zaman bir sapı çıxardırıq və çıxartdığımız zaman biləcəksiniz ki, həmin nahiyə tor kimi boşluq qalacaq və həmin sapın izi ilə kəsəriksə mütləq ki, düz kəsik əldə etmək mümkündür. Ərciliyin aradan qaldırılması. Bu zaman kənarlar üst-üstə qoyulur və diaqonal boyu üst-üstə, demək, diaqonal boyu dartılır. Əsasən testdə nə düşür? Kənarların üst-üstə qoyub iki qat qatlayırıq, diaqonal boyu dartırıq. Əgər görsəniz ki, bir sap varsa, kəsiklərin düzəldilməsi, əgər diaqonal sözünü görsəniz, ərciliyin aradan qaldırılmasıdır və kənarların kəsilməsi. Əsasən biz bilirik və görmüşük ki, parçaların kənarları bəzən cod olur. Ona görə o kənarda ona cod hissəni aradan qaldırmaq lazımdır ki, hazırlanacaq məmulat keyfiyyətli əldə olunsun. Dedik, nə dedik? Cod varsa kənarların kəsilməsidir. Parçada qüsur nə ola bilər? Misal üçün biz deyirik ki, posta almışıq defektdir və yaxud da parça almışıq defektdir. Bu defekt dediyimiz, yəni bu elmi cümlə desək, qüsur desək, nələr ola bilər? Ləkələr, qeyri-bərabər rəng tonlarıdır, hansısa bir hissəsində söküklər baş verə bilər. Təbii bu prosesi də, yəni bu qüsuru da aradan qaldırmaq üçün həmin nahiyəni nişanlama əməliyyatı yerinə yetirməliyik. Bu nişanlamada təbaşir və rəngli sap vasitəsilə yerinə yetiriləcək. Bunların hər biri də testlərdə düşür. Parçanın sərilməsi nədir? Parçanın sərilməsində əsas açar sözümüz üst tərəfi içəri olmaqla uzunu boyu. Yəni uzunu boyu, sapın uzunu boyu necə demişdim sizə? Sapın uzunu boyu olmaqla ortadan tutulur və deməli ki, sərilir ki, bu zamanda əllə hamarlama əməliyyatını yerinə yetirməliyik. Bir daha təkrar edirəm sizin üçün. Kəsiklərin düzəldilməsində bir sap çıxarılır. Əyriliyin aradan qaldırılmasında kənarlar üst-üstə qoyulur və diaqonal boyu dartılır.
kənarların kəsilməsində codid açar sözümüz və qüsurların aradan qaldırılması. Qüsur nə ola bilər? Ləkələr, qeyri-bərabər rənglərdir, söküklərdir və s. Bu isə təbaşir və rəngli sap vasitəsilə qeyd olunur. Parçanın sərilməsi nədir? Parçanın sərilməsi üst tərəf içəri olmaqla parçanın uzunu, yəni sapların uzunu boyu dartılır ki, daha sonra qatlanıb əl vasitəsilə əlimizdən hamarlanır. Geyinərkən məmulatın dartılmaması və formasını itirilməməsi üçün mütləq ki, ölçünü parçanın üzərinə yerləşdirdiyimiz zaman parçanın uzunu boyu, sapın istiqaməti üst-üstə düşməlidir. Bu testlərdə də düşəcək sizin üçün. Deməli, baxın, diqqətli olun. Mən həmişə situasiyalarda verirdim bunu ki, tələbələrə. Deməli, Ayşən dərziyə koftasını tikdirən zaman, baxın, ardıcıllıq 5-ci sinifin ilkin mövzusunda da var idi ki, parçanın ümumiyyətlə məmulatın hazırlanması üçün onun layihələndirilməsi, hazırlanması və istismarı. Yəni Ayşən məmulatı tikilməsi üçün layihələndirmə, hazırlanma və istismar prosesini yerinə yetirmək üçün dərziyə deməli parçasını verir. Lakin Ayşən məmulatı geyinən zaman, yəni istismar zamanı parça dartılır və formasını itirir. Burada dərzi nəyi düzgün yerinə yetirməmişdir? Mütləq ki, dərzi parçanı, yəni ölçünü yerləşdirən zaman parçanın uzunu boyu sapların istiqamətini üst-üstə düşməsinə diqqət yetirməmişdir. Bu isə testlərdə sizə düşəcək. Daha sonra ölçünü yerləşdirən zaman, ölçünü hazırlama zamanında biz nişanlama əməliyyatı yerinə yetiririk xəttkeş və dərzi təbaşir vasitəsilə. Daha sonra nədir? Biçmə. Biçmə isə həmin bu nişanladığım əməliyyatı konturlar üzrə kəsilməsidir. İndi isə lazımdır emal payının saxlanması. Payı parçanın növü, təyinatı və süzülməsindən asılıdır. Nə dedik? Süzülməsindən, təyinatından və növündən asılıdır.